Dəyərli Aftab kanalı izləyiciləri, hər biri salınırıq. Yeni videomuz xoş gəlmişsiniz. Yenidən gəlmiş Sumqayıt maşın bazarından sizə gözəl belə bir avtomobillər təqdim etmək. Birinci avtomobilimiz Toyota Prius. Ekonom bir avtomobil göstərim sizə. Salonun vəziyyəti bu cürdür. Çexolla üzlənib. Salam əleykum. Məlumatı verək zəhmət olmasa. Salam. 2006-cı ildir, 1.5 hibrit motordur. Neçə düymədir? 4 düymədir, JBL sadədir bunlar. Maşının heç bir problemi yoxdur, sadəcə kosmetik işləri var. Maşın incidən maşın deyil, daha komfortlu maşın almaq istədiyim üçün satıram. Belə qiymətini? Qiyməti 10.500 olacaq, indi deyilir. Yəqin ki, orada da ki aşağı yerdə olacaq. Aşağı yer olacaq təbii ki. Bir də ki, motorunda yağ azaltma. Bu Priuslarda, hibrit motorların çoxunda şey var da, yağ azaltma var. Hətta ki, Toyota Camry'lər ki, indi var. 2.5 motorundan 2020'lər, onlar hətta yeyirlər. Bu hibrit motorların çoxunda yağ yemə var. Bəli, bunda da var. Bunda da yağ azalma 5000 kilometrə 1 litr 600, 1 litr 700 bu cür olur. Sürməklə asılıdır. Batareykaların zaten problemi yoxdur. Batareykalar normaldır, heç bir problemi yoxdur. Yəni bura bazara gəlmədən 2 gün öncə də diaqnostik eləmişəm ki, batareykalarda problem olsa onları düzəltdirim. Yəni ustadır ki, normaldır, heç bir problemi yoxdur. Başqa heç problem yoxdur mu? Xeyr, heç bir problem yoxdur. Əlaqə nömrəsini deyəsə əlaqə saxlayalım sizdən. 070 658 51 18. 51 18. Yüzədə 5 litr zat yandırır da. Bu sürməklə asılı, hibrit motorlar biraz şeydir, stabil sürəndə bəli 5 litr yandırır. Hətta biraz aşağıda düşür. Çöldən avtomobil çəkə göstərək sizin üçün. Təkərləri ortada. Təkərlər 7 aydır. 7 aydır təkərlər alınıb qoyulub üstünə. Bu isə avtomobilin görünüşüdür. Neçədir? 10.500. Ürünlər 2006. təbii ki, öz fikrinizi yazıb rəy formasını bildirə bilərsiniz. Asası daşır olma da var. Bunların belə kosmetik işləri var. Dostum, növbəti bir avtomobili təqdim edeyim sizə. Hyundai da bu modeli. Dəri salonlandır. Lüku da var. İşlək vəziyyətdədir. Salonun vəziyyəti isə bu cürdür. Lüku da var. Yürüyüşü isə... Yürüyüşü neçədir? 250 min. 250 min? 250 mində yürüyüşdür. Altında 4 dənə. Təkərlərin 4-ü təzədir. Təkərlərin 4 də təzədir. Karofkan yağını dəyişmişəm. 2008-dir, Amerikankadır. 2008-dir, Amerikankadır, yağı təzə dəyişilib. Karofkan yağına qədər təzə dəyişmişəm. Bu avtomobilin arxa səsidir. Buyurun. 2008, Amerikanka 252 min probegi var. Təkərlərin 4-ü də təzədir. Maşın yerləşən Müşviqat qəsəbəsində. Müşviqat qəsəbəsinin maşına baxa bilərsiniz. Öz adıma Aformutdur. Qiyməti 15.800-də deyirəm. 15.800 qiyməti deyil. Real alıcından alver edərəm. Real alıcına endirim alacaq. Bəli, öz adıma da Aformutdur. Bir dəva girməz deyərsiniz. 051 366 76 56. Dostum, növbəti bir avtomobili təqdim edeyim sizə. Hyundai Grandeur. Dəri salonlandır, lüku yoxdur. Məlumatlar verəcəm olsa. 2015-ci ildir, 2 dizel. 2 dizel. Hə, bez detal. 2 dizel kosmetik kraskadır. Orijinal probiyek 240 min. 240 min orijinal probiyek. Heç bir problem yoxdur. Motor, karofkası, hər bir şey, istənilən servisi yoxlana bilər. Otusun maşında birinci. Hə, rahat. Dəyişən detal da olmuyor. Bez detalda 2 detal kosmetik kraska. Qiymət nə deyirsiniz? Qiymət 27 yarıma deyirəm. 27 yarıma.
Aşağı olsa Aşağı geri razılaşarıq. Real alacağıq. bir də əlaqə eləməsin deyirsiniz. 77 549 89 49. 89 49. Arxası yeni qızlanlar da var. Dört tane altına tərtəz keçərləri. Dostlar, sizə növbəti bir avtomobili təqdim edeyim. Hyundai Avante. Yeni qızdıranlar var. Lüksüzdür, dəri salondur. Yürüyüşü isə neçədir? 305 mi? 305 mində yürüyüşdür. İl nə idi? 2014. 2014 motor, 1.6 turbo. 1.6 turbo. Dizel. Səhifət necədir? Yaxşıdır. Ha, şöyle. Motorla karburatör var. Yok, hiçbir problem yok. Qiymət neçədir? 18 mi? 18 mində qiymət deyil. Aşağı olacaq. Hem düzü indirim ediyorum. Bir də əlaqə olmasın deyirsiniz. 051 250 29 34 29 30 4. 34. Motorunda karburatör. Yok, hiçbir Yağ problem yemeği yok. Yok. Dəyişin italı. Yok yok. Benim Allah kardeşime demiş bir makine verir. Milyon abi de verirler diye. Chevrolet avtomobili təqdim edirəm sizə. Chevrolet Malibu'dur. Salonu vəziyyəti bu cürdür. Sərgər vəziyyətdə bir salonu var, çexolunu özlənib. Yeni qızdıranları təəssüf ki, lüksüzdür. Avtomobildə çox maraqlı rəngi var. 4 qapısında da açarsız daxil olma var. Altında 4 dənə təzə təkərləri var. Təkərlər təzə. İl 2018-dir, 1.5 motordur. Sərfiyyatı necədir? 6-7'lik. Şəriti yox? Şəriti. Yavaş. 6-7 litrik şəriti. Dediyim kimi 4 qapısında da açarsız daxil olma var. Siz də rəy formasını yazıb öz fikrinizi bildirə bilərsiniz. Chevrolet Malibu bəyənirsiniz yoxsa yox? Sərgər vəziyyətdə bir avtomobildir. Bu da avtomobilin arxa hissəsi. Nə məlumat verir bilərsiniz? Məlumat. Ətraflı məlumatlar. Qiymət neçədir? 16.500 də qiyməti deyilir. Aşağı olacaq, son olacaq. Bir də əlaqə nömrəsi 070 355 1507-də əlaqə nömrəsidir. Maşının motorunda, kadavkasında yağ azaltma yoxdur. Vuruq da olub, dəyişinti olmuyor. 2 dənə detalında cəmi kraskası var. Arxa görüntü kamerası da var. Dəyərli izləyicilərimiz, sizə növbəti bir avtomobili təqdim edeyim. Opel Astra. Salonu vəziyyətədir, sərgər vəziyyətədir. İl nədir? 2006. 2006. 2006-cı ildə 293 min orijinal yürüşdür. Mexanika sürətlər qutusudur. Başqa nə deyirlər? Motor 1.4'dür. 1.4 motordur. Kondisioner, avtopilot, Aha. yağış sensoru, ışık sensoru hamısı var.
Hətta yağış sensoriga da var. Ayaqaltı işıqları da var. Belə motorla korobkasına heç problem Heç nə yox. Dəyişən tal vuruq da olur. Xeyr. Qiymət nə deyirsiz? 11800. 11800-də qiyməti deyilir. Aşağı olacaq. Bəli. Bir də əlaqə nömrəsi 070 623 2202. 2202. Bəli. Qranatlarında Heç nə. 1 manat xərci yoxdur. 1 manatda bir işlərin xərci yoxdur. Yağına kim dəyişilib? Təzə yağ dəyişimlə olub. Yenk bağın vəziyyəti də sərgiyə vəziyyətədir. Yəni ki, avtomobil minişinə icra versə qalıb. Bir 4 benzindir. Onu da qeyd edeyim ki, furqondur. 4 dənə altına tərkəzi təşələri var. Qiyməti dediniz, əlaqə nömrəsi dediniz. Maşınlar da qalır. Binəqəddə. Binəqəddə də maşına baxa bilərsiniz. Orada mənimlə. Sən təqdim gedim də Dəyərli izləyicilər, sizə növbəti bir avtomobili təqdim edeyim. Opel Astra. Yəni də Opel Astra 268 min orijinal yürüşdür. Mexanik xüsusiyyətlər qutusudur. Parça salondur. Panorama lükdür. Salon çox səliqəli vəziyyətdədir. Altında 4 dənə təzə təkələr var. İli motoru bir dənə deyəzəm olsa. 2008-ci ildir, 1.6 benzin. Ətrafın altında yazılır. 2008 1.6 benzin, full yüklə, xrom paket, 12900 manat qiyməti. 12900 manat da qiymətidir. Maşın fiyatı dolmuş. Əlaqə nömrəsini deyərsiniz. 055 055 208 208 2326. 2326. Maşınlar da qalır. Qarasıqda da maşına baxa bilərsiniz. Dostum, növbəti bir Chevrolet göstərim sizə. Chevrolet Cruze. Salonun vəziyyəti bəli salondur. Təəssüf ki, lüksüzdür. Avtomat sürətlər qutusudur. 2015-ci ildir, 1.4 motordur. 17 istəkərlə. Altında 4 dənə təzə təkərləri var. Yarasa güzgü. F10 faraları. Məlumatları bir dənə deyərik. 2015-ci ildir, 1.4 1.4'dür. Benində bir dənə benzin yoxdur, düzdür? benzindir. Benzin. Benində də bir dənə arxa stopla gəlir. Yəni vırığı zadı yoxdur. Nə Birində burada, bir nə dənə orada. arxa stopla gəlir. Aha. Burada vuruğu darı olmuyor, dəyişim italı yox. Yox. Bəzi yerlərində kraska var, belə Oldu da indi maşındır. Bəzi yerlərində vırıq kraska olur, amma Burada biraz var amma kosmetik pilot da var. deyirlər. Pilot da. Bu düzələn şeydir, pilot da olur. Motorunda yağ azaltma, zaten Qətiyyən. yoxdur. Yox, qətiyyən. Daha söndürərsən istəsən.
Ha, bir də qiymətini əlaqəsini deyəsiniz. 077 yok 277 277 50 50 50 50. Nol ilə 77 o mi? 77 ilə. Ona sen diyorsan bunu. Bir də qiymət nə idi maşın? 14 bine değilim. Maşının qiyməti 14 minə deyilir. 2015. ildi. 2015-ci ildə Dostum, növbəti bir avtomobili təqdim edeyim sizə. Honda Insight. Bu da hibriddir. İl nədir? 2011. 2011-ci ildir. Parça salonlandı. Yok Yarım kocadır. Lüksüzdür. Lük olur şunlarda. Yok. Olmuyor. Avtomat sürətlər qutusudur. Avtomobilin arxa hissəsini göstərir sizə. Motor nədir? 1.5. Bunlar 1.3'dən biraz artıq. RS olduğu için RS en yaxşılarıdır bunlar. Yani bu RS. Bu RS motor. Hə. Bazarda bir Altında dənədir. 4 dənə təzə təkərlər var. Bazarda təşkil deyil sahibi. Buzada tık belə yox. Hətta Burada olmuyor. Ha? Taksi sürülür. Yox, taksi söhbət də deyil. Bax quzuya, çiçək kimidir. Nöqtə belə yox. Nə qabaq, nə arxa. Bu ümumiyyətlə bax qazi maşını olur. Yəni az istifadə edir. Bazarın axırı çolluqda. Qıraqda. Bazarın axırı var çolluq qıraq. Motor karoktuna veslədir. Yalnız atmazları. Heç bir şey, hər şeydə işləyir. Batareyka olur bunlarda. Batareyka. Batareyka nə veslə? Tam ideal. Kompüter salınsın, yoxlansın. ABS falan. Hər yerdə. Hər şey var. Hər yerdə yoxlansın. Qiymət nədir? 12.000 deyirəm aşağı yerində var. 12 minlik qiyməti deyilir, aşağı yerdə olacaq. Riski ilə deyil. Əlaqə nömrəsi Bayaq ki onun nömrə. Rəşad nömrə nə idi? Öz nömrəmi bil. Ben değilim. Sən də mənim nömrəmi. 051 051 886 886 65 95. 65 95 əlaqə nömrəsidir. Zəng edib əlaqə saxlaya da bilərsiniz. Maşın harda qalır? Sumqayıtda. Maşına Sumqayıtda baxa bilərsiniz. Canlıdır. Dəyərli izləyicilər, sizə növbəti bir avtomobili təqdim edim. Nissan Altima-dır. Altında 4 dənə dizel təkərləri var. Neçəli diz təkərdir? 17-dir. 19-luq diz təkərlərdir. Salonu kesikdə 204 min orijinal gülüşdür. Android monitoru var. Sürətlər qutusu avtomatdır. Salonda sərgiyə və istədiyi heç bir problemi də yoxdur. Aparatur sistemi, masaviki var. Məlumatları verəsiz amcamızlar. 2005. Sağda motor, sağda korka. 3.5 sadə motor, sadə korobka, avtomat sürətlər qutusu. 270 30. Yani onun son maşını. Qiymət neçə? Burada 11. 11 milyon. Aşağıya olacaq. Aşağıya olacaq. Aşağıya da olacaq. Bir də əlaqə nömrəsi 070 070 207 54 54 44 əlaqə nömrəsidir dostlar. Maşın da bu cür. Maşın ən güzel olur. Səhətləri qeyd olunur. Qeyd olunur. Qeyd olunur. Motoru değişik. Bezlonur. Motorda bezlonur. İstenen motor var. İstənilən motor qoya bilərsiniz. 3.5 benzindir. Dostlar, qiymət verə bilərsiniz, rəng formasını yazıb fikrinizi bildirə bilərsiniz. Dostum, növbəti bir avtomobili təqdim edim sizə. Ford Fusion. Zəhmət olsun sahibi ətrafı məlumatı versin. İl nədir? İli
2018'dir, Win 19'dur, satış 19'dur. Motor Motor 1.5'dir. 1.5. Luku var, işlək vəziyyətədir. Parça salondur. Yürüyüşü nədir avtomobilin? Yürüyüşü 172 mil. Aha, Orijinal yürüyüşdür. orijinaldır. Android monitoru. Qiymət necə deyirsiz? Qiyməti 18,5 deyil. 18 yarımada qiyməti deyilir. Aşağıya da olacaq. Bir də əlaqə nömrəsi 050 713 67 17. 67 17. Motorunda, korobkasında heç problem var. Heç bir problem Yağ yoxdur. azaltma Maşın da yoxdur. olduğu kimi gəlib. Yəni udarsız, vuruqsuz gəlib. Win nə gəlir? Yəni yox, vurursuz, darsız da. Bəli, bəli. Aha. Heç problem. Uzun göstər avtomobili. Təkələr də yenidir.